Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Allah Taala Hucurat surəsində belə buyurur ki: "Və la tanabazu bil alqabi bi'sal ismul fusuq ba'dal iman." Buyurur ki, bir-birinizi pis ləqəblərlə çağırmayın, imandan sonra pis adlarla. O adlar ki, pis adlardır, fasiqə aid olan bir adlardır. İmandan sonra bu adlarla çağırmaq çox pis bir şeydir. Bəzən biz görürsən ki, birimizi pis ləqəblərlə çağırırıq, adında qoyuruq zarafata. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, istər zarafat olsun, istər qeyri-zarafat, möminlərə, müsəlmanlara yaraşmaz ki, bir-birini pis adla çağırsın. Bu birinci məsələ. İkinci, bəzən biz kimisi pis adla çağıranda, pis ləqəblə çağıranda güya zarafat edirik, amma həqiqətdə öz daxilimizdəki sözü ona demiş oluruq. Bu incə bir məsələdir və o qarşı tərəf də onu incəyir. Axı, mən səndən dostam, zarafatla deyirəm, xeyr. Bu elə bir söz ki, Allah özü deyir ki, bir-birinizi pis ləqəblərlə çağırmayın. Mütləq şəkildə bir-birinizi pis ləqəblərlə çağırmayın. Ondan, məsələn, gözəl bir ləqəblə onu çağır. Yaraşmaz ümumiyyətlə müsəlmana bir-birini pis ləqəblə çağırsın. Ehtiyatlı olmaq lazım. Birdən mənim ona qarşı nəsə bir daxilimdə bir hesab kitabım olar, kinim olar, kin-kudurətim olar. İstər-istəməz mən ona o ləqəblə çağırmaqla o içimdəki sözü demiş olaram, onda xətrinə deyir. Yəni, həqiqəti onun üzünə demiş olaram, birbaşa həqiqətinə deyir, xətrinə deyir. Ona görə də bu məsələ diqqət olunması məsələdir. Və sonra Allah buyurur ki, Bi'səl ismul fusuq ba'dal iman. İman gətirdikdən sonra, yəni fasiqliyə aid olan ad nə pisdir. Bu Allahın bəndəsinə olan bir hörmətidir. Demək istəyir ki, əgər mənim bir bəndəm iman gətirdidirsə, müsəlman oldusa, onu pis adla çağırmağın çox pisdir. Onu yəni pis fasiqliyə aid olan, günaha aid olan adlarla çağırmağın pis olmaz. Yəni, Allah bəndəsinə o qədər hörmət edir, deyir ki, mənim iman gətirmiş bəndəmi pis ləqəblə çağıra bilməzsən. Allah deyir ki, o mənimdir. Maraqlı bir sözdür bu. Bi'səl ismul fusuq ba'dal iman. İmandan sonra fasiqliyə aid olan isim, ad nə pisdir? Olmaz. Sən onu pis adla çağıra bilməzsən, o mənim bəndəmdir. Ona görə, əzizlər, diqqət eləmək lazımdır ki, qarşı tərəfə həmişə hansı ləqəblərlə çağırırıqsa, əvvəla pis ləqəblərlə yox, gözəl ləqəblə çağır. Eybin demək istəyirsənsə, doğrudan bir eybi varsa, çəkib qırağa eybini gözəl şəkildə başa salmaq lazımdır. İnsanların içərisində pis ləqəblə çağırıb, güya mən bunun eybini demək istəyirəm, islah etmək istəyirəm. İnsanların içərisində alçaldırsan axı o ləqəblə. Bu olmaz. Çağır qırağa eybin özünədir. Və özünə qarşı kin-kudurət, ikrah hissi yaratma, gözəl ləqəblə çağır ki, həm səni sevsinlər, həm də ki, qarşı tərəfi ucaldırsan gözəl ləqəblərlə. İkincisi, ehtiyatlı olmaq lazımdır. Allahın iman gətirmiş bəndəsidir. Ona yaraşmayan adlarla çağırarsan, Allah deyir ki, imandan sonra bu çox pis bir şeydir. Davamında nə deyir? Buyurur ki, kim bu əməllərdən tövbə etməzsə, onlar əsl zalimlardır. Yəni, kim mənim iman gətirmiş bəndəmi pis ləqəblərlə çağırsa, hansı ki, bu çox pis bir işdir, bunu eləyən şəxs zalimdir. Tövbə eləməz, bu günah eləyib və mən onun tövbəsin, o tövbə etməyənə qədər mən onu bağışlamayacam. Görürsünüz, Allah zamin olur belə bəndəsinə, iman gətirmiş bəndəsinə. Ona görə bir-birimizlə zarafat eləyəndə, düzdür, hədisdə qeyd olunur ki, Allah söyülmədən edilən zarafatı sevir, təhqir olunmadan edilən zarafatı sevir, amma bu zarafatı eləyəndə diqqət eləmək lazımdır ki, qarşı tərəfi incitməyək və ümumiyyətlə bir-birimizi pis ləqəblərlə çağırmağı hər halda yığışdırmaq lazımdır. Allah bizləri hər bir zaman bir-birimizə qarşı mehriban eləsin, bütün müsəlmanları, möminləri hər daim aralarında olan kin-kudrəti, problemləri aradan aparsın və hər daim onları bir-birinə qarşı möhkəm eləsin.